Selamünaleyküm. Kuşbazarlı kardeşler, gününüz uğurlu, rozlu, bereketli olsun. Bu ayın 20'sidir. Karar verdim bir video çekeyim. Hem kuşbaz kardeşlerimiz balet eləsin, hem de bir iki deyiləsi sözüm var. Sözlerimi çatdırım kanalımı izleyenlerden, TikTok'umu izleyenlere. Abına xahiş edirəm, kanala abone olsunlar. Fikirlərinizi bildirin. Çalışdıqca hamının fikrinə cavab bildiririm. Yaxşıya yaxşı cavab verirəm, pisə pis cavab verirəm. Bu cüzədəki girib həyatıma. Yarışla bağlı. Kardeşler, mən yenə deyirəm. Beni tanıyan bilir. Tanımayan da, qıraqdan izləyənlər də, kanala baxanlar da, abonelər də, abunəçilər də bu bilsin. Mən quş yarışdırmıram. Hələ ki. Nə birinci səbəblərdən quşlarıma hələ ki o cürlə arxayın deyiləm uçuşlarına. O bəziləri kimi burada loğalanmayacağım. Mənim quşlarımın 90% təzə quşlardır. Hələ ki özüm üçün uçurduram. Özüm qane eləyəndə inşallah qismət olar qoşularam. Bunu ən başda bunu bildirirəm. O bəziləri kimi yəni loğalıq eləmirəm. Allah hammalına bərəkət versin. Allah canı sağ eləsin. Məndə də 9, 10, 11, 12, 13 uçan olsa, hasansa. Düz inanmasam da. Canlı göstərənlər heç, hansı ki canlı çəkilişlər eləyir, göstərir. Allah malına bərəkət versin. Onlar göz qabağındadır. Bəziləri paylaşımları görürəm. Yəni mən görməmişəm. Neçə ildir, 3 gündür quş saxlayırıq. O saatları görməmişəm. Qapımda olar, mən də ürəklə uçurdaram, göstərərəm. Bugünkü gündə 5, 6, 7, 8, o da ki təklik quşlar bələdiyyədə verib. Çünki niyə görə? Leyin qırığın əlindən quş uçurtmaq mümkün deyil. Bu yay mən 30 neçə dənə quşu vermişəm balıya, bala quşu vermişəm qırğıya. Onların içindən 5 saat, 6 saat yarım göstərən quşlar var idi ki, mənim ətrafımda olan, mənim qapımda oturub çayımı, çörəyimi yiyən olanlar görürlər. O da mənə bəs eləyir. Kiməsə sübut eləmək fikrim yoxdur, mənim qapımda 10 saat uçan quş var. Neyse, yarış. Video paylaşmışıq, Nurlan qardaşın qapısında olmuşuq, çay içmişik, kasıb onunla yemişik, içmişik, quşbazlıq eləmişik. Bu keçən ildə olmuşdu. Nə keçən il mən yarış keçirmişəm, nə də ki fikrim var. Düzdür, bu il bir-iki söhbətlər oldu, keçirmək fikrimiz var idi. Yəni yoldaşlarla sözümüz üst-üstə düşmədi, fikir ayrılığı oldu. Mən çəkildim qırağa ki, qardaş, mən yoxam. Çünki qapımdakı quş arxayın deyirəm. Haçan arxayın olaram, eləyərəm, burada uçurdaram, problem yoxdur. Həmin olanların hamısı günü bugün yenə dəvət edirəm. Gəlsinlər, otursunlar, çayımı içsinlər, çörəyimi içsinlər, quş tərbədən balet eləsinlər. Amma yarış yox. Yəni video paylaşmışam, Nurlan qardaşın qapısında olmuşuq. Bu, orada da yazmışam, yoldaşlıq uçuşu. Yəni, gedmişik qonağı olmuşuq, Nurlanın qapısında neyi var, uçurduq. Qalyamızı çəkmişik, çayımızı içmişik, çörəyimizi yemişik, demişik, gülmüşük, yoldaşlıq eləmişik. Bu yoldaşlıq uçuşu yazmışam orada. Bu yarış deyil. Orada quş var 10 dəqiqə uçdu, quş var 5 saat uçdu. Bunu heç kim gedib orada, burada ağzını açıb Allah yoluna danışmasın. Çatır sözlər mənə, bəzi yoldaşlar yazır WhatsAppda mənə. Yenə deyirəm, bu yoldaşlıq uçuşudur, yarış deyil qardaşlar. İmkan olanda bir qardaşın qapısına yaxşacaq, imkan olacaq, evdə olan günüm olacaq, mənim qapıma yaxşacaq. Vuracam 10 dənə, 15 dənə, 30 dənə. Nə uçacaq. 5 saat uçsa mənimdir, 5 dəqiqə uçsa mənimdir. Mən yarış keçirmirəm, heç kimlə yarışmıram. Allah hamımıza qismət eləsin. Çünki günü bugünə qardaş, qırığı imkan vermir bizdə. 5 saat, 6 saat uçan balları mən uçurtdum ki, 7-8 görüm. Mən də görmək istəyirəm də, bir quşbaz kimi ağır saat görmək istəyirəm. Gəlmədi. 40 dənə baladan mən 6 dənə, 7 dənə bal atmışam içəri. Olan da ki, bir dənəsi cəmi 8 saat yarım verib, qalanları 5-6, 5-6. O 5-6-nı uçurdan bir dəfə də uçursam, o gəlməyəcək aşağı. Yəni, fark rayonlarda vəziyyət budur. Mən heç kimlə quş yarışdırmıram, yenə deyirəm, yarışdırma fikrim də yoxdur. Yarış təşkil edən qardaşlar var, yaxın qardaşdır, yaxın tanış uşaqdır. Lazım gəlsə, çalaq eləyərəm, yönləndirərəm, gedin yarışdırın. Əgər quş qapındakı göyərçin və arxayınsansa, quş yarışdırma fikrim varsa. O ki qaldı satdı quşlara qardaşlar. Olur.
balıq quşlardan da olur satdıq. Sahiblendirirəm, ödənişdir. Yəni, yer gəlinir, pay da verirəm. İstəyib elə onda, baxır kimə. Tutulma quşlardan da olur, məsəl üçün. Həm dost tanış, dost tanışın dostu tanışı, kimsə tərk eləyəndə, rədd eləyəndə balıq quşlardan ki, belə heyvanlar var, vayt satılır. Yəni, götürüb sahiblendirirəm. Kim istəsə, nömrəm var YouTube kanalında. Əlaqə saxlaya bilər. Danışa bilər o barədə. Kimə nə qaranda qalırsa yenə yazsın, soruşsun, problem yox. Çox adamda da ki, nömrəm var, YouTube kanalında nömrəm var. Kimə nə qaranda qalırsa, zəng eləsin, kişiyük. Bir kəlmə sözün soruşsun. Orada, burada artıq əksiz danışmasın. Onun həyatındakı quşu müzakirə eləyincə, onun həyatını müzakirə eləyincə bir güzgüdə özü o bax ki, öz həyatı müzakirə elə, öz həyatı yaşa ki. Onun həyatı müzakirə elə həyatı yola vermirsən. Quşlarımızdakı qardaşlar bunlar da 2 dənə putkanı bıraxmışam. Bir o qıraqdakı, bir də ki bu balıq quşlarının putkası. Hava xoşdur, dedim bir video çəkeyim, həm də biraz balet edeyim. Ortadakı putkadakı mənim sırf ana quşlarımdır. Bu illərdə 6-7 balıq quş atmışam içəri. Bir də bir məsləhət almaq istəyərdim. Məndə görürsən ki, məsələn 10 dənə, 15 dənə balıq quş çıxır bayıra. Ondan 2-si, 3-si görürsən ki, nəsə xəstəliklər olur canlıda. Yəni quşların hamısında yox. Yəni quşlar göz qabağındadır, uçurduram, sağlam bunlar göz qabağındadır. Bu məsələn olur. Bu biri yansın qırağında. Bu xəstəliyi var. Görürsən ki, 10 dənə, 15 dənə balağın içindən bir dənə əmələ gəlir. Olur. Kimin nə məsləhəti varsa, nə məsləhət görürsə, nə deyirsə, desin, dərmanından deyək, nə hansısa bir vitamindən deyək. Fikri varsa fikir bildirsin, biz də çarə qılaq. Oldu qardaşlar, özünüzdən müğayət olun, gününüz yenə də uğurlu olsun. Kanala abunə olmağı unutmayın, fikir bildirməyi unutmayın. Allah canınızı sağ eləsin.